Gürcüstan yeni Tbilisi Beynəlxalq Hava Limanının tikintisinə başlayır. 1 milyard 250 milyon dollarlıq layihə 2031-ci ildə tamamlanacaq. Bu barədə ölkənin İqtisadiyyat və Davamlı İnkişaf naziri Maryam Kıvırışvili məlumat verib. Nazir yeni Tbilisi Beynəlxalq Hava Limanının ölkənin aviasiya və turizm sektorunun inkişafı üçün strateji əhəmiyyət daşıdığını bildirib. O deyib ki, layihə Asiya İnkişaf Bankının dəstəyi ilə aparılan geniş təhlillər və iqtisadi mümkünlük hesablamalarına əsaslanır. Kıvırışvili qeyd edib ki, 2050-ci ilə qədər sərnişin, yük və turist axınının proqnozları indiki Tbilisi hava limanının artan tələbatı qarşılaya bilməyəcəyini göstərir. Məqsədimiz Gürcüstanın maksimum mümkün sərnişin və turist axınını layiqincə qəbul etməsini təmin etməkdir. Hazırki hava limanının ərazi sıxlığı böyüyən tələbatı qarşılamır, deyə nazir bildirib. Onun sözlərinə görə hazırda Gürcüstanda aviasiya sahəsində tarixi maksimum qeydə alınıb. 70-dən çox aviaşirkət 120-dən artıq birbaşa istiqamət üzrə uçuşlar həyata keçirir. Tək 2025-ci ilin ilk 3 rübündə turizm gəliri 3,6 milyard dollar təşkil edib.